Salam dəyərli müəllimlər, axşamınız xeyirli olsun. Necəsiz? Bu gün istər müəllimlərin işə qəbul imtahanında, istərsə də qəbul imtahanlarında istifadə olunan sivilizasiyalar haqqında məlumat verməyə çalışacağam. İlk növbədə onu bildirim ki, bu vacib mövzulardan biridir və bu tipli mövzular əsasən imtahanlarda xəritə formasında istifadə edilir. Buna görə də bu gün bu mövzu haqqında çalışacağam ki, ətraflı formada məlumat verim. Təbii ki, yoldaşlar, ilk növbədə başlayaq Qərb sivilizasiyasından. Qərb sivilizasiyası gördüyümüz qırmızı rənglə işarə edilmiş ölkələri əhatə edir. Diqqətlə fikir versək görərik ki, Qərb sivilizasiyası Şimali Amerikada, Kanada və ABŞ, həmçinin Avstraliya və Yeni Zelandiya, Papua Yeni Qvineya və Filippinin şimal hissələrini əhatə edir. Digər Qərb sivilizasiyası demək olar ki, Avropa qitəsindədir. Avropa qitəsinə diqqətlə fikir versək görərik ki, Qərbi Avropa regionunda sadəcə Yunanistanın çıxmaq şərti ilə digər bütün ölkələr Qərb sivilizasiyasıdır. Bu ölkələrə Norveç, İsveç, Danimarka, Finlandiya, İslandiya, Almaniya, Böyük Britaniya, Fransa, Niderland, Belçika, Avstriya, İsveçrə, Lüksemburq, Liechtenstein, İrlandiya, İspaniya, İtaliya, Portuqaliya və mikro dövlətlər aid edilə bilir. Bəzi Şərqi Avropa ölkələri də Qərb sivilizasiyasının tərkibinə daxildir. Bu ölkələr aiddir. Təbii ki, Baltikan ölkələrdən Estoniya, Latviya və Litva, həmçinin Polşa, Çexiya, Slovakiya, Macaristan, Sloveniya və Xorvatiya dövlətləri. Bir daha təkrarlayıram. Qərbi Avropadan Yunanistanın çıxmaq şərti ilə digər bütün ölkələr, Şərqi Avropadan isə Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Macaristan, Sloveniya və Xorvatiya dövlətləri Qərb sivilizasiyasının tərkib hissəsinə aid edilir. Qərb sivilizasiyasından sonra ikinci hesab edilir Pravoslav sivilizasiyası. Qara ilə qeyd edilmiş əraziləri əhatə edir. Pravoslav sivilizasiyasına diqqətlə fikir versək görərik ki, əsasən Şərqi Avropa regionunu əhatə edir. Qərbi Avropadan Yunanistan dövləti və digər bütün Şərqi Avropa ölkələri Pravoslav sivilizasiyasının tərkibinə aid edilir. Lakin burada Albaniya dövləti istisnadır. Yəni Albaniya Şərqi Avropa regionuna mənsub olsa da, o nə Qərb sivilizasiyası deyil, nə də Pravoslav sivilizasiyası deyil. O, İslam sivilizasiyasının tərkibinə aid edilir. Daha sonra gəlir təbii ki, yoldaşlar, Latın Amerikası sivilizasiyası. Yaşılla qeyd olunmuş əraziləri əhatə edir. Diqqətlə fikir versək görərik ki, Latın Amerikası sivilizasiyasına Meksika, Qvatemala, Beliz, Salvador, Honduras, Nikaragua, Kosta Rika və Panama, həmçinin Böyük Antil adaları qrupundan Kuba, Haiti, Dominikan və Yamayka və bütün Cənubi Amerika ölkələri Venezuela, Kolumbiya, Ekvador, Peru, Çili, Boliviya, Paragvay, Urugvay, Braziliya, Argentina, Guyana, Surinam və Fransız Qvianası. Bu oldu təbii ki, Latın Amerikası sivilizasiyası Meksikanın cənubunda yerləşən bütün ölkələr. Latın Amerikası sivilizasiyasından sonra gəlir təbii ki, Şərq İslam sivilizasiyası. Şərq İslam sivilizasiyası digər sivilizasiyalarla müqayisədə dünyada daha geniş yayılmışdır. Şərq İslam sivilizasiyasının tərkibinə aiddir. Şimali Afrikadan Əlcəzair, Liviya, Misir, Tunis və Mərakeş. Həmçinin Qərbi Səhra. Bu dövlətlər bütövlükdə İslam sivilizasiyasıdır. Lakin Mavritaniya, Mali, Niger və Çad. Bu 4 ölkə, onların şimalı İslam sivilizasiyasıdır, cənubu isə Afrika sivilizasiyasıdır. 4 ölkə. Hansı ölkələr oldu? Mavritaniya, Mali, Niger və Çad. Bu dövlətlər iki sivilizasiyaya mənsubdur. Daha sonra İslam sivilizasiyasına aiddir Şimali Sudan, Efiopiya, Somali, Cibuti və Eritreya. Həmçinin bütün Cənub-Qərbi Asiya ölkələri Səudiyyə Ərəbistan, Yəmən, Oman, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Bəhreyn, Küveyt, İraq, Suriya, Livan, Fələstin, İsrail və İordaniya dövlətləri, Mərkəzi Asiyadan Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızistan və Tacikistan dövlətləri, həmçinin Pakistan, Əfqanistan və İran dövlətləri, Cənubi Asiyadan Banqladeş dövləti,
Cənub-Şərqi Asiyadan İndoneziya, Malayziya dövlətləri və Filippinin cənub hissələri. Bunlar aiddir İslam sivilizasiyasının tərkibinə. Və bir də təbii ki, bildirdik ki, Şərqi Avropadan Albaniya dövləti. Bunlar oldu təbii ki, Şərq İslam sivilizasiyasının tərkib hissəsinə. Azərbaycan və Türkiyə daxildir. Daha sonra gəlir təbii ki, İslam sivilizasiyasından sonra Hind sivilizasiyası. Hind sivilizasiyasına diqqətlə fikir versək görərik ki, biz burada sadəcə Hindistan dövlətini görə bilərik. Hind sivilizasiyasından sonra gəlir təbii ki, Çin sivilizasiyası. Çin sivilizasiyasının tərkibinə aiddir təbii ki, yoldaşlar. Çin, Şimali Koreya, Cənubi Koreya, Tayvan və Vyetnam. Deməli, hansı ölkələr oldu? Çin, Şimali Koreya, Cənubi Koreya, Tayvan və Vyetnam. Bunlar oldu Çin sivilizasiyasının tərkib hissəsi. Daha sonra gəlir təbii ki, Afrika sivilizasiyası. Afrika sivilizasiyası diqqətlə fikir versək, bundan öncəki saydığımız ölkələrə çıxmaq şərti ilə qalan bütün ölkələr Afrika sivilizasiyasına hansı ölkələrə çıxdıq? Əlcəzair, Liviya, Misir, Tunis, Mərakeş, Qərbi Səhra, Şimali Sudan, Efiopiya, Somali, Cibuti, Eritreya. Bu dövlətlər bütövlükdə İslam sivilizasiyasıdır. Mavritaniya, Mali, Niger, Çad. Bu 4 ölkə isə Cənubi Afrika sivilizasiyası, şimalı isə İslam sivilizasiyası hesab edildi. Və Afrikada digər bütün dövlətlər, saydığımız dövlətlər çıxmaq şərti ilə digər bütün dövlətlər Afrika sivilizasiyasının tərkibinə daxil edilir. Afrikadan sonra gəlir təbii ki, yoldaşlar, Budda sivilizasiyası. Budda sivilizasiyası diqqətlə fikir versək görərik ki, Mərkəzi Asiyada Monqolistan, Cənubi Asiyadan Nepal və Butan, Cənub-Şərqi Asiyadan Myanma, Tayland, Kamboca və Laos, həmçinin Cənubi Asiyadan Şri-Lanka dövləti aiddir Budda sivilizasiyasına. Bir daha təkrarlayıram. Mərkəzi Asiyadan Monqolistan, Cənubi Asiyadan Nepal, Butan və Şri-Lanka, Cənub-Şərqi Asiyadan Myanma, Tayland, Kamboca və Laos. Bunlar aiddir Budda sivilizasiyasının tərkibinə. Və sonuncu gəlir təbii ki, Yapon sivilizasiyası. Yapon sivilizasiyası adına uyğun sadəcə Yaponiya dövlətinin ərazisini əhatə edəcək. Belə, dəyərli müəllimlər, sivilizasiyalarla bağlı əsas incə məqamlar bundan ibarətdir. Videonu izlədiyiniz üçün təşəkkür edirəm.